Usikum və nəfsi bitəqvallah. Ey Allahın bəndələri, həm sizi, həm özümü ilahi təqvaya riayət eləmək, gizlin və aşkar Allahdan çəkinmək tövsiyə edirəm. Birinci xütbəmizdə mən bir Quran ayəsini sizə oxuyacağım. Və əvvəldə qeyd edeyim ki, bu Quran ayəsi çox fərqlidir və düşündürücüdür. Quranda cəmi bir yerdə belə bir ayə tapa bilərsiniz. Bunun mislində başqa bir Allahın hökmü yoxdur, bunun mislində. Allahın verdiyi nemətlərin qarşısında şükr eləmək, yəni təşəkkür eləmək bizim mənəvi öhdəçiliyimizdir. Biz Allaha, onun verdiyi hər şeyə görə şükür halında olmalıyıq. Həmişə narazı olmaq olmaz Allahdan. Bunu bilirik. Danışmışıq da zamanla şükür nədir, şükür etmək nədir. Lakin Quran-ı Kərimdə bir yerdə uca Allah bizə onun özünə şükür etməklə yanaşı başqa bir varlıqlara da şükür etməyi əmr eləyir, tövsiyə edir. Sizcə bu hansı varlıqdır ki, Allaha şükür etməyin yanında ona da şükür eləməlisən? Bu ayə bizim hamımızı düşündürür və bizim boynumuza böyük bir öhdəçiliyi qoyur. Oxuyum o ayəni, siz də qulaq asın. Uca Allah Loğman surəsində 14-cü ayədə buyurur ki, və vəssaynəl insənə bivəlidəyhi. Buyurur, biz insana tövsiyə etdik ki, öz ata-anasına, yəni valideynlərinə yaxşılıq eləsin. Bu Allahın tövsiyəsidir, valideynə yaxşılıq eləmək. Ayənin sonunda isə buyurur ki, ənişkurli, mənə şükr eləyin, vali valideykə və valideynlərinizə də şükr eləyin. Siz təsəvvür edin, Allahın şükrünün yanında valideynə şükr etməyi Allah bizə əmr eləyir. Siz baxın, görün ki, Allahın haqqının yanında valideynin haqqı nə qədər önəmlidir ki, Allah özü ilə yanaşı ata-anaya da şükr etməyi bizə əmr eləyir. Bunun mislində siz başqa ayə tapa bilməzsiniz. Allah desin, mənə də şükr eləyin, gedin filan kəsə də şükr eləyin. Yeganə valideyndir ki, Allah öz şükrünün yanında valideynin şükrünü də tələb eləyir. Biz Allaha şükr eləməliyik ki, bizə nemət verdiyinə görə, valideynə şükr etməliyik ki, o nemətlərin bizə çatmasına o olub vasitə. O bizim qayğımıza qalıb, o bizi yaradıb, yəni dünya mənasında nəzərdə tutsaq. Bizim dünyaya gəlməyimizin səbəbkarı olardı, yaşamağımızın səbəbkarı, boya-başa çatmağımızın. Biz zəif bir varlıq idik dünyaya gələndə, özümüzü idarə edə bilmirdik. Birdən valideyn sevgisi olmasaydı, valideynlərimiz bizə qayğı göstərməsəydi, əzizləməsəydi, gecələrini gündüzlərinə qatıb zəhmət çəkib bizi böyütməsəydilər, biz bu Allahın nemətlərindən faydalana bilərdik. Xeyr, nə şükr etmək heç yaşına çatmayacaqdıq. Deməli, Allahın nemətlərinə şükr etməyimizin səbəbkarı valideynlərdir. Allah da, uca Allah bizə əmr edir ki, həm mənə şükr eləyin, yəni təşəkkür eləyin, həm də valideynlərimizə təşəkkür eləyin. Həzrəti Resulullah Səllavatullahın bir hədisi var, onu oxuyum, valideynin dəyəri haqqındakı söhbətimi tamamlayayım. Valideynin dəyəri haqqında çox danışmaq olar, elə mənə yəni bu ayə bəsdir ki, oturaq onun barəsində düşünək. Peyğəmbər Səlvatullah buyurdu bir gün ki, vay olsun o kəsə, vay olsun o kəsə, vay olsun o kəsə. 3 dəfə Peyğəmbər bunu təkrarladı. Sahabələr içi hamısı qarışıq. Biz də necə burada oturmuşuq. Mən oxuduqca siz təəccüb edirsiniz ki, bu necə vay olsundur ki, Peyğəmbər 3 dəfə təkrar elədi. Hamı soruşdu ki, ya Resulallah, kimə vay olsun? Peyğəmbər sallallahu buyurdu, valideynlərindən biri və ya hər ikisi onun yanında yaşasın, amma həmin kəs cənnətə daxil ola bilməsin. Valideyni yanında da amma cənnətə daxil ola bilmir. Nə başa saldı Peyğəmbər bu hədisdən bizə? Yəni cənnətin açarı valideynlədir.
Valideynin yanında da sən cənnətə gedə bilmirsənsə, böyük günah özündədir. Çox rahatdır valideyn yanında ola cənnətə düşmək, ona xidmətlə, ona hörmətlə, ona dəyər verməklə, onun qulluğunda dayanmaq və s. Və bu ayə və bu hədis bizə valideynin qiymətinin önəmin başa salır. Ana, atanın, nənə, babanın, bizim üzərimizdə haqqı olan əzizlərimizin qiymətin bizə öyrədir. Allahdan istəyirəm bu mübarək cümə gününün hörmətinə. Allah bizə valideynlərimizin qədir qiymətini bilməyi nəsib eləsin inşallah. Dünyasını dəyişən valideynlərin də ruhunu şad eləsin. Kimin ki valideyni dünyasını dəyişib, hələ də düşünməsin ki, yaxşılıq eləyə bilmərəm. Hər gün o valideyninə bir dua eləsin. Onun günahlarının bağışlanmasını Allahdan istəsin. Hər namazdan sonra Allaha desin ki, ilahi, məni bu yaşa çatdıran valideynlərim olub, zəhmətlər olub üzərimdə. Onların günahlarını əfv elə, qəbir sıxıntılarından amanda saxla. Axırların qiyamət günündə onlara şəfaət elə. Bu duaları da dilimizdən əski eləməyək və hər gün bir salavat göndərmək, hər gün bir Fatihə oxumaq valideynlərimiz üçün elə də bir çətin bir şey deyil. Ona görə də həm dünyada yaşadıkları zaman xidmətlərində durmaq, həm də dünyadan köçən zaman onlar üçün dua eləmək bizim mənəvi öhdəçiliyimizdir. Çünki Allah bunu bizə əmr eləyir ki, mənim şükrümlə yanaşı valideyninizə də şükr eləyin. Allah bizə valideynlərimizə təşəkkür eləmək nemətini nəsib eləsin inşallah. Bismillahirrahmanirrahim. İnna a'taynakal kawthar. Fasalli li rabbika wanhar. İnna şaniyaka huvel abtar.